Yəni biz bugün əgər yüksəyi düşünməsək, yüksək dərəcələri düşünməsək, biz özümüzdə islah yarada bilmərik. Biz özümüzü ən yüksək məqama hazırlaşdırmasaq, bəlkə orta dərəcəni ala bilmərik. Yəni insan özünü ən yüksəyə hazırlamalıdır ki, ən azından müəyyən dərəcələr. Görmürük ki, məsəl üçün biz özümüzü bəzən böyük ibadətlərə hazırlayırıq, amma müvəffəq olmuruq görürük. Bu göstərir ki, daim böyük əməllərə hazırlaşmaq lazımdır ki, hətta insan kiçik əməllərə müvəffəq olsun. Və axirətdə necə dedik ki, böyük dərəcələr var, o bizim daimi dərdimiz olmalıdır. Yaxşı, böyük dərəcələrə çatmaq üçün nə edə bilərik ki, bizə yardımcı olsun bu məsələdə? Ki, yüksək dərəcələr əldə edə bilək. Çünki Allah da deyir ki, onlardan bəziləri öz nəfsinə zülm edən ayədə gəlir və bəziləri orta yol sahibləri və bəziləri səbiqun fil xeyrat və bəziləri də xeyir əməllərdə hamını ötüb keçənlərdir. Vaqiyyət surəsində Allah təala buyurur ki, "Vəs-səbiqun" ötüb keçənlər, öndə olanlar, "Ulaikəl muqarrabun" onlardır Allaha yaxın olanlar, yüksək dərəcə sahiblərdir. Allah təala sağ tərəf sahiblərini zikr edir. Ashabul Yamin, yəni o şəxslər ki, onlara kitabları sağ tərəflərinə verilir qiyamət günü. Onların hesabı var. Hesab çəkiləndən sonra kitabları verir. Amma üçüncü qism var, səbiqun. Onların kitabı yoxdur. Onlar barədə danışılmır ki, onlar kitab verildi, verilmədi. Çünki onlar hesab yoxdur onlarda. Ona görə heç kitab da yoxdur onlarda. Onlar ən yüksək dərəcə, onlar o qədər hörmət sahibi olublar ki, hətta onlardan artıq soruşulmaq məsələsi yoxdur. Bizim dərdimiz olmalıdır ki, biz necə edək ki, onların zülməsinə qalxa bilək. Qalxa bilərik, yoxsa yox. Əlbəttə, hər kəs qalxa bilər. Və hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən soruşurlar bəzən yüksək dərəcə sahibləri barədə. Allah elçisi deyir ki, cənnətdə elə mənzilələr var ki, insanlar o mənzilələrə siz ulduzlara baxdığınız kimi onlar onlara baxır. Yəni çox yüksək dərəcələr. Ya Rasulullah, o yəqin Peyğəmbərlər bir xeyr və Allaha iman gətirib Peyğəmbərləri təsdiq edənlərdir. Yəni sadə sıravi insanlardır. Yəni xüsusi məqam sahibləri deyil. Heç böyük elm sahibi də bəlkə insan olmasa da o dərəcəyə çata bilir. Nəyin vasitəsilə? Bildiyinə əməl etmək vasitəsilə.